daha çox da İsrail mətbuatı Türkiyə ilə mümkün müharibə senarisi ilə bağlı bir təhlil yazısı yazıb. Deməli, onların bir Kanal 14'ü var. Onların dərc etdiyi İsrail Türkiyə ilə birbaşa müharibəyə nə qədər yaxındır başlıqlı bir məqalə ilə hər halda diqqət çəkiblər və burada çox təəccüblü ifadələr də yer alıb. Bildirilib ki, Türkiyə ilə İsrail arasında yaxın gələcəkdə birbaşa münaqişənin baş verəcəyi gözlənilmir. Lakin təhlildə Türkiyənin NATO üzvlüyü, regional gücü və Qərblə mürəkkəb münasibətləri vurğulanıb və oradan belə bir sitat var. Recep Tayyip Erdoğan'ın rəhbərliyi ilə Ankara, xüsusən də Suriya və Qəzzada təsirli bir aktordur. Belə bir vəziyyətdə Türkiyənin uduzması mümkün deyil. Məqalədə belə deyilir və oxşar qiymətləndirmə İsrailin JDN qəzet tərəfindən də dərc edilib. İsrailin Türkiyəyə qarşı real potensialı nədir başlıqlı məqalədə bu haqda danışılıb və məqalədə həmçinin Türkiyənin Liviya və Qarabağdakı strategiyasına da diqqət çəkilib. Ankara qabaqcıl texnologiya və uzun mənzilli müharibə taktikalarından istifadə edərək yerində təsirli olub yazıblar. Bu yanaşma Türkiyənin klassik müharibə doktrinalarından kənara çıxan çevik bir hərbi model hazırladığını göstərir. İsrail mətbuatına görə Türkiyə ilə potensial münaqişənin ən mürəkkəb aspektlərindən biri dəniz əməliyyatıdır. Türkiyə dünyanın ən güclü ordularından birinə malikdir. Mümkün senaride onların bunu həyata keçirmək potensialı çox yüksəkdir. Xatırladım ki, bunu yazan İsrail mətbuatıdır və Türkiyə Şimali Suriyadakı mövcudluğunu dərinləşdirə və bu da birbaşa olmasa da İsrail ilə qarşı durmaya və nəzarətsiz eskalasiyaya səbəb ola bilər. Bilmirəm, İsrail mətbuatı durub niyə bunu yazdı, amma ötən günlərdə Hakan Fidan dünən. Hakan Fidan, ardınca da Recep Tayyip Erdoğan. Bəli, buyurun. Ləman xanım, birinci mən sizə deyim və bunu cəsarətlə deyirəm. Nə qədər Netanyahu İsraildə hakimiyyətdədir, yaxın şərqdə hər hansı bir ölçək olmayacaq. Yaxın şərqin hər hansı bir bölgəsində bir bəhanə tapıb müharibə olacaq. Erdoğan da elə, onu dedi təxminən. Yox, mən bunu təxminən 20 gün bundan qabaq hətta sizə göndərə bilirəm. Bir müsahibəmdə dedim ki, yaxın şərq konfliktinin həlli Netanyahu'nun hakimiyyətdən getməsindədir. Bunu yəni İsraillər özləri də deyir, yenə deyirəm, bütün analitiklər də baxın, Netanyahu İsraildə siz bilirsiniz böyük bir cinayət işi var. Bəli. Və hətta Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump İsrailə gələndə o Misirdə keçirilən Fələstin məsələsi sülh şurasında bu İsrailin prezidentindən xahiş etdi ki, əff elə. Sonra bir məktub yazdı. Sonra hətta Trump İsrailin prezidentini tənqid etdi ki, sən niyə mənim sözümə baxıb ət deyirsən? Çünki İsrail prezidenti demişdi ki, sənə hörmətim var, amma İsrailin öz qaydaları, öz qanunları var. Və baxın, müharibə İranla atəşkəs kəsilən günü 12-sində Netanyahu'nun məhkəməsi təyin olunmuşdu. Həmən gün nə baş verdi? Netanyahu Livanı cənubuna hücum elədi, Beyruta və dünən Mısırağa kimi hətta sərhəddə də keçdi, onlarla bir yerdə görüşdü də. Nə qədər Netanyahu İsraildə və bilirsiniz ki, oktyabr orada da seçkidir. Yəni parlament seçkidir. Müharibə təhlükəsi orada qalıb və qalacaq. Türkiyə bunu çox gözəl anlayır. Siz baxın, bu sözü indiyənə qədər biz qorxa-qorxa, bəlkə də ehtiyat eləyə, bəlkə də istəmirik bunu ona görə deyəndə ki, Türkiyə-İsrail qarşı durması baş verə bilər. Çünki bu bizim qəti marağımızda deyil bir Azərbaycan olaraq. Dünən Türkiyənin ən aparıcı, ən belə məlumatlı adamı Hakan Fidandan söhbət gedir. Yəni bir xaricdəki məlumatlı yox. Siz bilirsiniz ki, Türk istihbaratının bütün, keçmiş, nəinki keçmiş rəhbər, Türk istihbaratı bütün son uğurlarını Hakan Fidana borçludur. Son uğurlarından söhbət gedir. İstəyir Suriyadakı proseslər, istəyir Suriyadakı əklər. Yəni bu elə bir istedada maliyyə, elə bir təşkilat qurmuş ki, və bu Xaricilər Naziri açıq surətdə elan edir ki, Netanyahu İran qutanın növbəti ədağı Türkiyədir. İndiyənə qədər siz Türkiyə liderlərinin rəsmi adından, yəni bunu Türkiyənin hər hansı bir AK Partiyanın nümayəndəsi demir, fraksiya rəhbəri demir, dövlət bağçalı demir, mavini demir. Bunu deyən Türkiyənin xarici siyasətini yürüdən bir insandır, Hakan Fidan kimi nüfuzlu bir şəxsdir. Yəni bu adam açıq elan eləyirsə və arxasınca Erdoğan belə bir çıxış eləyirsə,
istisna deyil ki, İsrail, çünki bilirsiniz ondan 2 gün öncə Erdoğanla Netanyahu arasında bir söz atışması olmuşdu. Erdoğan Netanyahu onu tənqid etmişdi. Netanyahu daha kəskin sürətlə Erdoğanın ünvanına sözlər demişdi. Və bütün bu proseslər ona aparır ki, bəli, bu qarşıdurma mümkündür, ola bilər. Əgər bunu yenidən Hakan Fidan təsdiq etsə. Məsələ belə bir məsələ də var ki, mən deyim Ləman xanım sizə, hətta deyirlər Amerika Birləşmiş Ştatları NATO'nu o dərəcədə sona qədər hədəf alır və oradan çıxmasa da mən oradan çıxmağına inanmıram. Çünki ən aşağısı Amerika hərbi sənaye kompleksi NATO dövlətlərinin hesabına yaşayır. Yəni silah sursatdan puldan söhbət gedir. Çıxmasa da indidən bilinir ki, sabah Türkiyəyə qarşı İsrail qarşıdurması olarsa, Amerika Birləşmiş Ştatları bir NATO dövləti kimi Türkiyəni müdafiə etməsin. Etməz. Bəli. İsrailin yanında yer alar. İrana qarşı müharibədə olduğu kimi bəli. Eynən İsrailin yanında yer ala bilər. Bəli. Ona görə də hətta dili də uzundur. İndikən tənqidlərin müqabilə ki, biz eləyəndə siz etmədiniz, indi biz etmirik. Yəni bu argumentdir də, real bir argumentdir. Amerika bu argumenti indiyənə qədər işlədi ki, sabah həmən argumenti Türkiyə NATO dövlətinə qarşı olanda özü istifadə etsin ki, xeyr, mən sizin yanınızda deyiləm. Yəni İsrailin yanında Amerika olmazsa, İsrail Türkiyə ilə bacarar mı sizcə? Mən sizə deyim, İsrailin yanında Amerika olmasa heç İranla da bacarmazdı. Təbii. İran çoxdandan İsrailə qalib gəlmişdi. Sözsüz ki, Amerika yanındadır. Və Türkiyədə birbaşa Türkiyə-İsrail toqquşmasından söhbət getmir. Bu çox düz, orada siz də qeyd etdiniz. Bu Suriya arasında da ola bilər, bu Qəzza arasında da ola bilər, Fələstin sözsüz ki, bu qarşıdurma hər hansı bir Türkiyənin maraq nöqtəsi olan ərazidə baş verə bilər. Baxın, Netanyahu paralel isə müharibə aparır. İranla paralel olaraq Liviya ilə. Və Liviya ilə paralel olaraq siz yəqin izləmişsiniz, Suriyanın bir tərəfini vururdu. Atəşkəsi Suriyanı atəş altında saxlayırdı. Biz paralel sürətdə, yəni hər hansı bir yerdə, necə ki İranla oldu, atəşkəs varsa o bir yerdə davam eləsin. Orada varsa Suriyada. Sözsüz ki, Türkiyə, Suriyada çox böyük maraqları var, mövqeləri var, əziyyəti var. Və əgər açıq surətdə İsrail Suriyadakı niyyətlərinə çatmaq istəyərsə, sözsüz ki, Türkiyə işə qarışa bilər və bu Türk-İsrail qarşıdurmasına çevrilə bilər. Baxın da... Mən orada bir məqamda diqqət çəkmək istəyirəm. O açıqlamada bilməm, Rəcəb Tayyip Ərdoğanın dilindən səslənib-səslənməyib. Mən Ərdoğanın bu Qarabağa və Liviyaya girdiyimiz kimi deyir. Bir dəfə Azərbaycanda bu məsələ mübahisəyə səbəb olmuşdur. Ləman, haqlısınız tamamilə. Təxminən keçən il ay yadımdan çıxıb. Erdoğan belə bir çıxış etmişdi Fələstin məsələsində. Orada demişdi ki, biz Qarabağa, Liviya necə girmişik, Fələstinə də qəziyat elə girəcək. Yəni, birincisi, haqlı olaraq Azərbaycan ona etirazını eləmişdi. Qarabağa, biz Türkiyənin Qarabağda olan bizə dəstəyindən inkar etmirik. Silahları, bəli, təbii ki. İstəyir silahları, istəyir strateji, texnoloji cəhətdən. Amma Qarabağda Qarabağ Azərbaycanlılar vuruşub. Bəli, bəli. Orada heç kim deyə bilməzdi, bir türk saldatının ayağına bir güllə qəlbə dəyə və gəl girmisənsə, heç olmazdı. Nə bir şəhidin var, nə bir yaralın var. Qarabağı Azərbaycan ordusu xilas edib. Və çox təəssüflər olsun, ya da belə deyibsə də, yeni orada Qarabağın adı çəkilib. Doğrudur, biz bunu türk mənbələrindən görmürük. Yəni ki, Yerusəlim Post qəzeti yazıb və orada da indi saytların əksəriyyəti bəziləri verib, bəziləri verməyib. Liviyaya girdiyimiz kimi İsrailə də girə bilərik deyib, bunu etməyimizə heç nə mane olmur. Mən məsəl üçün bir saytdan, Qlobal Infodan belə oxuyuram, amma Publikazdan Azərbaycanın adında oxuyuram. Bunu bir daha deyirəm ki, İsrail mənbələri yazır. Amma Rəcəb Tayyip Ərdoğanın belə çıxışına mən rast gəlmədim. Biz sizlə, benim başdan qabaq, mən bunu sizə dediyim, mən bir neçə mənbədən oxudum ki, İsrail bəli mətbuatı yazır ki, Erdoğan Qarabağa və Liviyaya girdiyimiz kimi. Yəni, bu sözü İsrail mənbələri yazıb. Yenə təkrar edirəm, Fələstin məsələsində də Erdoğan belə bir söz demişdi ki, biz Qarabağa, Liviya kimi Filistinə girərik, amma heç girilmədi. Filistinə də girilmədi. Bir, yenə də ideoloji müharibədir deyilir. Mən güman etmirəm ki, Türkiyə İsrailə gedib girər, nə də İsrail gəlib Türkiyənin ərazisini. Yəni, bu Azərbaycana da ümumiyyətlə, belə deyək də, maraqlarına uyğun da deyil. Çünki həmişə biri qardaşımızdır, biri dostumuzdur. Yəni, biz ona görə də, yəni bu ifadələr də dediyim kimi, mənbədən
alınmır. Biz Qarabağa girmişik Türkiyənin Qəti silahları ilə, bəli. silahı ilə, düzdürmü? Bizim Bəli. o cür 44 gün içində elə bir möhtəşəm müharibə aparmışıq və bunların əksəriyyəti də pualarla olub və bayraktarlarla həyata keçirilib. Eyni zamanda komandanlıqda da təmsil olunub da. Sözsüz. Yəni NATO standartları ilə qurulan bir ordu, biz o məsələyə görə Türkiyəyə minnətdarıq. Bəlkə də orada kadrlarla kömək eləyib. Təbii. Orada silahı ilə. Amma Qarabağda döyüşən Azərbaycan ordusu olub. Azərbaycan əskəri Bəlkə də döyüşür. indi onu belə mənada deyir da, yəni Türkiyə Qarabağa girdiyimiz kimi, yəni silahımla, məsəl üçün beynimlə, ola bilər da, yəni Ola bilər. Amma bir şey də nəzərə alaq ki, bunu İsrail mətbuatı yazıbsa və belə bir İsrail mətbuatı bəlkə də yenə ara qarışıranlıq eləyir. Tamam. Olar mı? Siz artıq cavab verdiniz ki, Özür dilerim daha, yəni araları sözsüz ki, ola bilər ki, Azərbaycan-Türkiyə münasibətlərində yenidən bir soyuqluq yaratmağa xidmət edir. Amma mən güman etmirəm belə bir şeylər soyuqluq yaratsın. Heç kəsə sir deyil ki, yenə deyirəm, biz Qarabağda bizə kömək edən hər bir dövlətə minnətdarıq, amma ən böyük minnətdarlığımız Azərbaycan ordusuna. Azərbaycan ordusu Qarabağı xilas edir. Doğru, doğru.